Xanəndə Elnarə Abdullayevanın ailəsində ağır itki. Qaynanası dünyasını dəyişdi. Azərbaycanın sevilən xanəndəsi Elnarə Abdullayevanın ailəsində hər kəsi kədərləndirən ağır itki baş verib. Məşhur sənətçinin qaynanasının vəfat etməsi xəbəri sənət camiyyəsində və onu sevən minlərlə insan arasında dərin üzüntü ilə qarşılanıb. Müsavat.com-un Oxu24.com-a istinadən yaydığı məlumata görə mərhumə bugün dünyasını dəyişib. Bu acı xəbər Elnarə Abdullayevanın ailəsinə böyük mənəvi sarsıntı yaşadıb. Sənətçi yaşadığı dərin kədəri sosial şəbəkə vasitəsilə izləyiciləri ilə bölüşüb. Xanəndə paylaşımında duyğusal sözlərlə qaynanasına vida edib. Bugün ailəmizin baş tacı, nəslimizin ağbirçəyi, nur üzlü, gülər üzlü anamızı itirdik. Mama, Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun, deyə sənətçi ürək ağrısını ifadə edib. Onun bu səmimi və kövrək sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Sənətçiyə yüzlərlə başsağlığı mesajları ünvanlanıb. İzləyicilər və sənət dostları bu ağır gündə Elnarə Abdullayevaya və ailəsinə səbir, mərhuməyə isə Allahdan rəhmət diləyiblər. Mərhumə ailə üzvləri tərəfindən hörmət və sevgi ilə yad edilir. Bu itki yalnız ailə üçün deyil, onu tanıyan hər kəs üçün böyük kədər mənbəyinə çevrilib. Allah rəhmət eləsin, məkanı cənnət olsun.